topu ötürməklə xüsusilə müdafiə, cinaha, daha çox cinaha yaymağa cəhd göstərirdi. Qarabağda əsas diqqət çəkən məqam mərkəz müdafiədə yenə də problemlərin olması. Mövqe sığortalarında problemlər var. Yəni cinah müdafiəçilərlə mərkəz müdafiəçilərin mövqe sığortaları məncə bu maçda da, yəni Sabahın yerinə 1-2 pillə daha yüksək komanda olsaydı, səviyyəli komanda olsaydı, bəlkə də Qarabağı hətta o məğlub da eləyə bilərdi, yəni. Belə deyək də, oyun planında şəxsən mənim gördüyüm budur ki, bu mənim şəxsi fikrimdir, dəyişikliklər olunub. Oyun planında. Planda. Çünki əvvəlki oyunlarda baxsaq ki, Kaşuk oynayan vaxtda, Zubir oynayan vaxtda Kaşukla Zubir liniyada dayanırdılar. Amma indiki bu oyunda isə Zubir mərkəzə girmişdi və Kadin də mərkəzə çəkmişdilər. Cinah liniyada yox, mərkəzə meyilli belə deyim də. Mərkəzə doğru sürüşərək cinahlarda. Ora yarım cinah deyilir. Yəni tam cinah deyil, yarım cinah deyilir. Və əvəzində cinah müdafiəçiləri önə çıxartmışdı. Önə çıxartmışdı və əks hücumlarda təbii məsələdir ki, Elvin Cəfərquliyevin o boyda məsafədə arxaya qayıtması biraz qeyri-mümkün, çətin görsənir və cinahları Yankoviç təmin edirdi ki, hansı ki sığortalasın. Oradan da 1-2 epizodda xəyalla hücumların təşkilini eləmək istəyirdilər. Yəni hətta təhlükəli anlarda oldu.